Vaxtınız xeyir, kanalımın üzvləri və qonaqlarım. Gördüyünüz kimi bu böğürtkendir, bəli, görün nə gözəldir. Vətənimizin hər güşəsində bitən bir meyvədir. Bakıdan tutmuş da ki, Quba, Qusar yolu, Xaçmaz, Nabran, Şamaxı, Göyçay, Mingəçevir, İlisu, Yevlax, bütün yolların qırağında nə qədər desəz, siz bu gözəl meyvəni görə bilərsiniz. Daha doğrusu, gilə meyvəni görə bilərsiniz və adam istəyir elə maşını saxlasın, düşsün, yıxsın, bəzən də yığırıq, yeyirik. Əllərimiz, qollarımız cırmaq-cırmaq olur ayaqlarımızda. Neysə, bu dəfə yığmadıq, getdik, aldıq bazardan və bişiririk. Nə bişiririk? Yenə də bişirmədən mürəbbə hazırlayırıq. Bəli, böğürtkendən də bu cürə mürəbbə hazırlamaq olar və mən bunu sizinlə bölüşmək istəyirəm. Əgər siz mənim başqa videolarıma baxmısınızsa, orada bütün mürəbbələri, qarağatı, moruq, qırmızı qarağat, qara qarağat, vişnə, daha doğrusu albalı. İndi isə böğürtkəni bu üsulla hazırlayıram və istəyirəm ki, siz də diqqətlə baxasınız. İnandırıram sizi, tamı da xoşunuza gələcək və tez də bişir, vaxtınız itmir. Qazınıza ekonom edirsiniz, vaxtınızı ekonom edirsiniz, durub isti qaynatmırsınız heç bir şey. Baxın, beləcə üstünə qaynar su alırıq ancaq. Üzərinə çıxınca yaxşı-yaxşı sirkələyin, nə tozu, çirki, nəyi varsa, onsuz da soğuk suyla yumuşdunuz. İkinci dəfə hesab edin ki, siz bunu isti suyla da yuyursunuz və boşaldırsınız. Çox siz deyən rəngi də çıxmır, ancaq görürsünüz, bax, xırda-xırda içində qara toxumlarıdır, nə bilim, yarpaq qırıqları da ola bilər. İkinci dəfə islanır və çıxır və tərtəmiz olur. Daha sonra tərəzimizi hazırlayırıq və şəkəri ölçməliyik. Nə qədər əvvəlcədən ölçmüşük, nə qədər böğürtkenimiz varsa, əgər 1 kilo böğürtkendirsə, kilo yarım şəkər qoyuruq və blenderlə çəkirik. Və salam. Bütün bişirmə işimiz, bütün hazırlıq işimiz budur. Çünki böğürtkəni adətən alanda biz onu təmiz alırıq. Onun üstündə nə yarpağı olur, nə çöpləri olur, heç bir şey. Sadəcə alanda fikir verin, quru olsun, aldığınız qabın dibində suyu olmasın, əzilmiş olmasın, zədələnmiş olmasın. Çünki elə olsa qalmaz və turşuyar. Yəni ki, təzə gilə meyvə alın. Əgər o təzədirsə, heç bir qorxusu yoxdur. Bu niyə bura ilişdi? Çıxdı. Qabımıza yerləşdiririk. Bu malinadan biraz fərqlidir. Ona görə ki, bunun tumları malinaya nisbətən kobuddur. Və ona görə biraz dökürük, biraz pesok dökürük. Daha sonra yenə də üstündən böğürtkenimizi dökürük ki, blenderlə əzəndə o bizi narahat eləməsin, həm də blenderimiz xarab olmasın. Birdən-birə hamısı quru alınır, elə bil ki. Yavaş-yavaş blenderimizlə əzin, ta ki dibə çatınca. Qabınızı həmişə dərin götürün ki, sıçrayıb üst başınızı batırmasın. Bu meyvələrin ləkələri pis gedir. Əlbəttə, yönlük taxırsınızsa bunun qorxusu yoxdur, amma yönlükdən başqa bu elə
kuxnyanızın hər bir tərəfinə sıçraya bilər, sizi artıq iş eləməsin. Gördünüz, yumuşaq yumuşaldı. İndi isə şəkərin qalanını əlavə eləyirik və yenə də blenderlə çəkməyə başlayırıq. Belə tez yumuşalmasının səbəbi də isti sudur. İsti su hər halda onu elə bil ki, üst qabığını yumuşaldır və çox tez əzilir, çox tez çəkilir. Qarışdırın ta ki şəkər tozumuz əriyənə qədər. Qarağatda və böyürtkəndə çox tez şəkər əridi. Səbəbini valla mən də bilmirəm. Amma malina ilə qırmızı qarağatda şəkər gec əridi. Baxın, artıq burada şəkər ərimiş haldadır və qarışdırmasaq da olar. Və mən bankaları gətirincə görəcəksiniz ki, hətta bərkiyirdi. Deməli, qara meyvələrin pektini çoxdur. Onlar pektini daha çox buraxırlar. Baxın, heç kəsmədim, heç bir şey eləmədim. Gözünüzün qabağında qarışdırdım. O bərk idi, indi isə görürsünüz, təmizləyirəm. Nə axmır. Bərkiyib, elə bil ki, jələsi, yəni pektini. Eğer sizin de termometriniz varsa ölçə bilərsiniz. Deməli, börtgənin üstünə isti su tökdük, o istini canına çəkdi və blenderlə qarışdıranda şəkərlə bir yerdə. İndi nə qədər? 1 dəqiqə, yarım vaxt getdi yəqin ki. Ölçürəm 52 dərəcə bu mayenin, bu məhlulun istiliyi var. Bankalarımı da mikrodalga fırından çıxardıram. Orada da deməli bankalar istidir. İndi neçə dərəcədir bilmirəm, mən onu ölçmədim. Bankaları boşaldıram bu məhlulumu və görürsünüz ki, bu artıq çox duru deyil. Deyəcəksiniz, xanım orada nəyisə gizlətdi qabağına. Xoşum gəlmədi, bankamın üstündə kağız var idi. Kağız birazcık elə bir mikrodalga fırında parçalanmışdı. Çox pis görünürdü. Ona görə də onu biraz maskirovka elədim. Sizin zövqünüzü korlamamaq üçün. Yenə də qabımın dibini təmizləyirəm. Xəmirdə, yağlı şeylər eləyəndə və ya baxın belə bir şey eləyəndə mən xoşlamıram ki, qabın dibində çox tulantı qalsın. Çünki niyə görə siz axı əziyyət çəkib pul verib bunu alırsınız, düzəldirsiniz. Yarısını niyə tullayasınız ki? Səliqə ilə sıyırın, tökün bankanızın içinə. 1 çay qaşığı, 1 xörək qaşığı, 2 çay qaşığı. Bu da qoy sizin canınıza geçsin. Niyə tullansın axı? Baxın, bankanın üstünü sildim, təmizlədim. Buburusunda isə qalıb. Bu rəngdə alındı. Rəngi də çox gözəldir. Mən həddindən artıq razıyam. Həm rəngindən, həm tamından. Və sizə də pişirməyə məsləhət görürəm. İndi deyəcəksiniz ki, orada o rəngdir, burada bu rəngdir. Burada fotoaparatla çəkilmiş şəkildir. Onun rəngi biraz açıqdır. Bu isə, yəni ki, spışka düşüb. Bu isə fotoaparatda spışkasız çəkilib. Ona görə rəngi belə tünd görünür. Bişirin, hazırlayın.
İnandırıram sizi xoşunuz gələcək. Gələn videolarımda sizi gözləyirəm. Sizə can sağlığı, uzun ömür arzulayıram. Özünüzdən, balalarınızdan, böyüklərinizdən müğayət olun. Allah'a emanet. Sağ olun.